Bir vaxtlar o evdə gülüş səsləri eşidilirdi. Səhərlər çayın buxarı pəncərəyə dəyir. Ananın səsi uşaqları məktəbə çağırırdı. İndi isə o evdə sükut var. Sanki divarlar da nəfəsini içində saxlayır. Oğul bir vaxtlar ailənin fəxri idi. Mehriban, gülərüz, arzularla dolu. Amma bir gün kiminsə bir dəfə sınasan heç nə olmaz dediyi o zəhər evin qapısından içəri girdi. Əvvəlcə gizlicə, sonra açıq-açıq və evin işığı sönməyə başladı. Ana hər gecə pəncərənin önündə oturub oğlunun addımlarını gözlədi. Hər səsə diksinərək, bəlkə bu dəfə gələcək dedi. Ata sustu, çünki artıq söz də təsir etmirdi. Bacısı hər səhər məktəbə gedərkən qardaşının şəklinə baxıb sakitcə ağladı. Narkotik tək bir insanı yox, bütün bir ailəni öldürür. Yavaş-yavaş, səssiz, amansız şəkildə. Və bir gün o evdə ancaq bir səs qalır, peşmanlığın səsi.